Tanix TX5. Salam əziz izləyicilər. Bugün də yenə TV Box qutu açılımı və tanıtımı. Bugünkü qonağımız Tanix'dən TX5 Super TV Box'lardan biri. Kutusu standart Tanix firmasının. Buradan da görürük ki Tanix TX5. Kutusunu açaq, görək bizi nə qarşılayır. Təbii ki TV Box. Adapter 5 volt 2 amper. Digər Tanix W2 kutu açılımında göstərmişdim. Belə bir HDMI və bu dəfə fərqli bir pult. Çox gözəl, nazik, yüngül. Söndürmə, yandırma knopkası, səsli axtarış. Burada sağa, sola, yuxarı, aşağı, okey. Ana ekran, geri. Buradan da qısa YouTube, Netflix. Qısa düymələri, burada da səs düymələri. Burada da qısa şəkildə istifadə təlimi. Belə. TV Box'un özünə baxaq görək. Dizayn yenə də deyərdim ki, sadə, biraz daha ciddi bir dizayn görünür. Burada LED panel var. Saatı göstərir, məlumatlar göstərir. Yenə də micro CD kart yeri, USB girişlər, AV çıxış, səs çıxışı, LAN girişi, HDMI girişi və adapter girişi. Belə. Bu da Tanix'in ən son çıxan TV Box'larından biridir. Prosesor Amlogic S905 Y5 ya da Y5 kimə necə rahatdır. Kutu açılımı məncə bu qədər. Əsas maraqlı hissə televizorda. Orada görüşərik. TV Box'u televizora qoşdum. İlkin olaraq görürük ki Google TV interfeys. Bunun əməliyyat sistemi Google TV-dir. Google TV Android 14. İlkin olaraq ayarlar bölümünə gələk. Sistem məlumatlarına daxil olaq. Burada görürük ki, haqqında bölümü, tarix, saat, dil, depolama, yəni ki, yaddaş. Dillər bölümündə demək olar ki, bütün dillər mövcuddur. Burada sistem güncəlləməsi, yəni yenilənmə varmı, yoxmu, hal-hazırda yoxdur. Cihazın adı TX5 Tanix. Buradan fabrika ayarlarına sıfırlamaq olur. Model TX5, Android 14 və digər məlumatlar. Yaddaş 216. Buradan əlavə bir bölüm var. Görünüm, yəni ki, ekranın
televizora uyğunlaşdırılması üçün. Səs ayarlarını buradan dəyişmək olur. Taşınabilir hotspot, yəni ki, TV Box-u router kimi istifadə eləmək olur. Söndürmə, yandırma düyməsini yuxu rejiminə qoymaq, tam söndürmə, yenidən başlatmaq kimi seçimləri var. Burada da şəkil, yəni görüntünün parlaqlığı, kontrastı dəyişdirmək mümkündür. Təbii ki, Bluetooth dəstəkləyir, pultu da Bluetooth pultdur. Digər məsələn, Bluetooth-la işləyən, Bluetooth-u olan cihazları da bu TV Box-a qoşmaq olur. Buradan hesablar və oturum, yəni ki, Google TV-də mütləqdir ki, Google account, Google hesabı əlavə edilsin, əks halda istifadə eləmək mümkün olmur. İnternet 5G-ni dəstəkləyir. Hal-hazırda məndə LAN kabellə qoşulub. Bu qədər ayarlar bölümü. Bütün TV Box-larda demək olar ki, hamısı eynidir ya da oxşardır. İndi biz AIDA 64 proqramı ilə əsas bilgilərə, məlumatlara baxaq. İlkin olaraq sistem, ürətici Google kimi göstərilib. Google kimi göstərməsi məncə yaxşı haldır, çünki Tanix firmasının deməli Google-la işbirliyi var. Bu cihaz lisanslı olmasa da Google-un müəyyən qədər dəstəyi var. RAM-ı 2, yaddaşı 16, donanımı, yəni prosesoru Amlogic. İşləmci, yenə də deyirəm, yəni prosesoru 4 nüvəli Cortex A55, Amlogic S905, Y5 ya da Y5, Y5 kimə necə asan olur, başa düşülür, o formada deyə bilər. Video prosesoru Mali G31, bu da önəmlidir, çünki videoların oynatılmasında, videoların açılmasında stabil və axıcılığı bu video prosesorun sayəsində olur. İnternet dediyim kimi 5G, Android versiyası Android 14. Android güvənlik yenilənməsi də 2025 iyun ayında axırıncı dəfə Google təhlükəsizlik yenilənməsi olub. Görürük ki, AIDA 64 proqramı ilə istehsalçının verdiyi məlumatlar üst-üstə düşür, yəni doğru məlumatlar. Bəzi o no-name cihazlarda çoxsunda demək olar ki, istehsalçının verdiyi məlumatlarla AIDA 64-də biz baxdıqda məlumatlar üst-üstə düşür. Ona görə no-name cihazlardan uzaq durmağı məsləhət görürəm. Firma məhsulu olan TV Box-lar almaq məsləhətdir. Əgər Google TV interfeys kiminsə xoşuna gəlmirsə, məsələn, başqa launcherlərdən istifadə edə bilər. Məsələn, Project TV Launcher. Görürsünüz ki, interfeysi dəyişdirdi. İnterfeysi gördüyünüz kimi sürətli, donma yox, gecikmə yox. Sürət kifayət qədər yaxşıdır. Səsli axtarışı təbii ki dəstəkləyir.
YouTube'u aç. Gördüğünüz gibi YouTube'u açtı. ...4K video. video. Açaq. Qısa da olsa YouTube'un qaydalarına uyğun. ...4K 60 VP9 kodeklə görürük ki videoları aça bilir. Məncə bu qədər kifayətdir. Digər videolarımda da məlumatlar vermişəm müxtəlif Tvboxlar haqqında. Onları da YouTube kanalıma keçib oradan izləyə bilərsiniz. Proqramların açılmağının sürətini görürsünüz. Çox yaxşı, çox sürətli. Gözlətmədən proqramlar açılır. Bu Tvbox haqqında bu qədər əziz izləyicilər. Kanalıma abunə olun ki, belə videoların sayı çox olsun. Videolarımı bəyənin. Çünki bəyənmə də YouTube'da çox vacibdir ki, YouTube bizim videolarımızı çox insanın qarşısına çıxarsın. Kanalıma abunə olun. İnşallah növbəti videolarda görüşərik.